Misal üçün belə bir kazino formatını hansısa bir bölgədə etsək, o da turistlərin cəlb olunmasına daha çox şərait yaradar. Las Vegas'ın tarixini yəqin bilirsiniz. Yəni səhralıqda quru bir yer idi də. Sadəcə gizli qumarxanalar var idi Amerikada. Amerika hökuməti çağırdı bütün o qumarxana, o 5 ailə saxlayırdı. Onları çağırdılar, danışdılar ki, qardaş, bu sənə yer, bu da sənə infrastruktur, yolu çəkirəm, işıq çəkirəm, su çəkirəm, amma şəhəri siz tikəcəksiniz. Səhranın ortasında Las Vegas'dır, hansı ki 52 milyard dollar keçən il pul qazanmış bir şəhər. 52 milyard dollar. Azərbaycanın büdcəsindən 4 dəfədən də çox. Yəni budur məsələ. Bizdə də Kürdəbə kimi ərazilər var. Orada yaratmaq olar. Hər yerdə yaratmaq olar. Yəni cəlbedici olmalı. Yəni ona deyirəm də o crazy ideyalar, o dəlisov ideyalar lazımdır ki, bizdə regionlar inkişaf eləməlidir, başqa yolu yoxdur bunun. Hətta Bakıdan regionlara köç dəb olmalıdır. Dəbə çevrilməlidir. Gəl, cəmaət gedir, regionda yaşayır. Bu uğur hekayələri olmalıdır. Televiziyalar bütün günü show biznesdən danışır. Əksinə belə uğur var, belə adamlar. Mən şəxsən tanıdığım adam 1-2 nəfərdə beləsi var. Bakıda bezib, gedib bir kiçik ferma qurub, gedib kiçik biznes qurub rayonlarda çox uğurlu da alınıb. Yəni elə insanları təqdim etmək lazımdır. Uğur hekayəsi, belə nümunə kimi. Ki, qardaş, gedin də gəlir burada kirayədə qalır. 600-700 manat kirayəyə pul verir. Yazıq səhərdən axşamadan işləyir belə. 2 mərtəbəli qoyub ki, burada 30 kvadrat. Bəli. Və səhərdən axşamadan işləyir, maaşının qazancının yarısını elə kirayəyə verir. 200 manat, 150 manatı kommunal xidmətlərə verir. Birtəhər dolanır.